Yenə mən tək və Xaçmaza gedirəm bu dəfə. 2025-ci ilin son turuna çıxıram. Çox maraqlı tur olmalıdır. Maraqlı bir yerə gedəcəm və çəkib göstərəcəm sizə. Ümid edirəm külək olmaz, hava yaxşı olar. Hal-hazırda biraz külək var. Yəqin ki də yolda olacaq ola biz. Bir də çalışın dostlar, heç vaxt negativ olmayın, pessimistik düşünməyin heç vaxt. Hər şeyin yaxşı olacağını düşünün, hər zaman xoş düşünün. Risk eləməkdən qorxmayın. Mənim hər zamanki sözüm, hər günü son gün kimi yaşa. Yəni həyatdan həzz al. Heç nə dərd eləmə və hər şey yaxşı olacaq. Yəni problemlər bitməyəcək. Yəni onu dərd eləməyin. Əsas o da sağlam olun. Velosiped sürün mənim kimi. Mən biraz fərqli sürürəm, amma siz mənim kimi yox, həyatdan zövq ala bilərsiniz. Sadəcə parkda sürün, nə bilim, hara istədiniz gedin, əylənin. Bir dəfə yaşayırsınız həyatda və həyatın dadını çıxarın. Hər şey yaxşı olacaq. Takip atın, çox maraqlı olacaq bu tur, Xaçmaz turu. Çünki yekun turdur. 2026-da daha da maraqlı turlar bizi gözləyir. Sağ olun.